Əgər övladın səndən ona vaxt ayırmağını istəyirsə, deməli sən onun üçün əzizsən. Hər dəfə övladla sən münaqişə eləsən, hər dəfə övladın hər işinə ilişsən, söz-söhbət çıxartsan, uşaq böyüyəndən sonra səndən uzaq gəzəcək. Evə gəlmə imkanı olsa da adını biz sizinə qoyacaq, işim var. Uşaq böyüyüb artıq işləyir. Deyir ki, ata, inan ki, işim var, başımı qaşımağa vaxtım yoxdur. Ancaq baxıb görürsən ki, bu adam kimləsə dostluq eləmirmi, kimləsə oturub durmurmu? Təbii ki, oturub durur. Onlara necə vaxt tapır? İnsana harda xoşdursa, insan ora gedir. Sənlə danışmaq istəyirsə, sənlə söhbət eləmək istəyirsə, onun ağzından vurma. Deməli, sən onun üçün möhtərəmsən, hörmətlisən, sən onun üçün maraqlısan. İndiki dövrdə bu çox nadir bir haldır ki, övlad valideynlə ünsiyyət eləmək istəsin. Ata bazar günü və yaxud da ana bazar günü bir yerdə gedək gəzməyə. Bir dəfə qıracaqsan, iki dəfə qıracaqsan, axırda sənin vaxtın olanda o istəməyəcək. Çünki artıq maraqsız bir tipə çevrilmisən. Övladı o qədər təftiş eləyəcəksən, o qədər incidəcəksən ki, səndən uzaq gəzmək üçün adam bəhanə axtarır. Sən evə gələndə narahat olacaq, deyəcək ki, yenə də gəldi, günümüz qara olacaq. Sən gedəndə sevinəcək. Sən evdə istirahət günü tətil götürəndə adam narahat olacaq. Bütün ünsiyyətlər bu cürdür. Sən deyə bilməzsən bu övladım məni sevməlidir. Yəni məcburi sevgi olmur.